Bu vaxtlar Instagramda manqal, təndir, kürə, rus peçi videoları paylaşdığım zaman görürəm ki, rəydə bəzi müştərilər elə zənn edir ki, yəni biz ustayıq, bu manqalları biz hazırlamışıq. Xeyr, yəni bizdə videolarda gördüyünüz manqalların kərpicləri olsun, onun hörgü məhsulları olsun, aksesuarları satışdadır. Və biz o işi görmədiyimizdən dolayı o işi hər hansı bir ümumi qiymət deyə bilmirik. Yəni o işin əsas hissəsi usta tərəfə düşür ki, yəni orada ölçülər dəyişə bilir, formalar dəyişə bilir. Onu usta hesab sizə deyə bilər ki, bu manqal kompleksinə sizdə olan ölçüyə görə 5 metr, 3 metr, 4 metr bu ölçüyə görə nə qədər material gedəcək. O siyahı bizə gəldikdən sonra biz sizə hər hansı bir qiymət yazıb göndərə bilərik ki, o siyahıdakı bu materialların qiyməti budur. Yəni bəzi müştərilər də yəni elə zənn etməsinlər ki, biz bu videoları paylaşırıq, onları çaşdırırıq. Xeyr, bu belə deyil. Yəni biz o videoları paylaşmaqda əsas məqsədimiz odur ki, yəni bu kərpicləri siz paletlərdə gördüyünüz zaman onun tam olaraq nə işə yaradığını, necə gözəl görsəndiyini, hansı effekt verdiyini görə bilmirsiniz. Bəzi müştərilər olur, rəylərdə yazır ki, bəs video paylaşmışsınız, manqalın videosunu paylaşmışsınız, usta deyilsiniz deyə niyə paylaşmışsınız? Yəni biz bu materialın keyfiyyətini göstərmək üçün onu belə deyək də o videoları paylaşırıq. Yəni belə normalda paletdə kərpic insanlara tam aydın olmur ki, bu nə işə yarayır? Çünki bunun istifadə sahələri müxtəlifdir. Siz bundan manqal da tikə bilərsiniz, təndir də tikə bilərsiniz. Bundan zavodlar, müəssisələr, böyük peçlər də tikə bilərlər, hansı ki metal ərazisində istifadə olunur. Yəni kimə hansı sahə maraqlıdırsa, öz belə deyək, uyğun olanını baxır, izləyir və materialın keyfiyyətini, görünüşünü həmin videoda görə bilir. Yəni əsas məqsəd, niyyət budur. Kimə maraqlıdırsa bu materiallar, kimlər bu materiallardan axtarır, aşağıda əlaqə nömrəmiz qeyd olunub, zəng edə və ya WhatsApp-a yazıb öz sifarişini verə bilər.